Salam əziz tələbələr, növbəti sistemli dərsimizlə davam edirik. Bu mövzuda say sistemlərində ədədlərin yaddaşda tutduğu yerdən danışacağıq. İlk olaraq başlayırıq ikili say sistemi ilə. Yəni bu tip misallar bizə necə verilə bilər? Deyirlər ki, belə bir ədəd yazıram. Verilib ikilik say sistemində yaddaşda tutduğu yeri tapın. Bunun üçün gəlin hələ qaydanı öyrənək görək, yaddaşda nə qədər yer tutur. İkilik say sistemində neçə rəqəmdən istifadə edirik? 0 və 1 olmaqla 2 rəqəmdən istifadə olunur. Deməli 2 rəqəm var. Həmin o 2-nin qüvvəti formasında göstərməliyik. Yəni verilmiş say sistemində olan rəqəm sayını 2-nin qüvvətinə çevirməlisiniz. 2 rəqəmdir, 2 də 2-nin birinci dərəcədən qüvvəti deməkdir. Yazdım 2 üstü 1 və mütləq olaraq hər dəfə dərslərdə də vurğuladığım bir məqam odur ki, 2-nin qüvvətində olan hər bir ədəd vahidi bitlə olmalıdır. Deməli artıq öyrəndik ki, ikili say sistemində bir simvol, bir bit yaddaşda yer tutmuş olur. Bu bütün say sistemləri üçün keçərlidir və hər birini ətraflı olaraq danışacağıq. İkili say sistemində 2 rəqəm var. Deməli 2 də 2-nin birinci dərəcədən qüvvəti olduğuna görə bir simvol yaddaşda bir bit yer tutur. İndi baxaq görək verilmiş ədədimizdə bəs yaddaşda nə qədər yer tutar? Ədəddə ilk olaraq biz simvolların sayını tapmalıyıq. Sayaq 1, 2, 3, 4, 5 və 6. Deməli 6 simvol var. Əgər bir simvol 1 bitdirsə, 6 simvoldakı 6 vuraq 1 bit olacaq. Bu düstur eyni zamanda ilkin anlayışların vacib həcm düsturlarındandır ki, simvol sayı vurulsun bir simvolun həcminə. Bərabər olur ümumi həcmə. Simvol sayı 6-dır, bir simvolun həcmi də 1 bitdir. Vurduq elədi 6 bit. Başqa bir misala baxaq. 0 və 1'lərin sayının hansı formada verilməsinin heç bir önəmi yoxdur. Önəmli olan orada olan 0 və 1'lərin sayını siz bilməlisiniz. 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9. 9 simvoldur. Hər simvol 1 bit olmaqla yaddaşda 9 bit yer tutur. Belə bir misal yazıram. 1, 0, 0, 1, 2 ikilik say sistemində. Onu bizdən soruşsa ki, bu nə qədər yer tutar? Axı 2 ikilik say sistemində yoxdur. Ona görə bu ədədin yazılış qaydası səhvdir. Bəzən sizə diqqətli olun, ardıcıllıq formasında hansı ardıcıllıqdakı ədədlər doğrudur yazılır. O zaman diqqət etməlisiniz. Həmin say sistemində verilmiş ədəd varmı, yoxmu? İkilik say sistemində 2 rəqəm olmadığı üçün deməli bütövlükdə bu ədəd doğru deyil. İkilik say sistemi yazılıb çünki indeksinə, bu artıq doğru olmamış olacaq. Davam eləyək növbəti 8'lik say sistemi ilə. Eyni qaydanı artıq bura tətbiq eləyə bilərik. 8'lik say sistemində neçə rəqəm var? 8 dənə. Demişik ki, 0-dan başlayır deyə onları elə say sistemindəki qiymət qədər də rəqəm olacaq. Lakin ən böyük ədəd desəz, həmin 8'lik say sistemində ən böyük rəqəm hansıdır? 7'dir. Soruşulan say sistemin əsasından 1 çıxmaq lazım idi. Bunların hər birini digər dərslərdə ətraflı olaraq qeyd eləmişəm. Deyilən say sistemində neçə ədəd var? Elə say sisteminin əsası qədər ədəd var. 8'lik say sistemində 8 ədəd var. 8 rəqəm deyək bunlara. Çünki ədədlər rəqəmlər vasitəsilə düzəldilir. 8'i 2'nin qüvvəti formasında yazdıqda olacaq 2 üstü 3. Və qüvvətdə olanın vahidi də həmişə bit olduğuna görə burada oldu 3 bit. Deməli 8'lik say sistemində bir simvol 3 bit yer tutmuş olur. Misallara baxaq. Məsələn verilib bura 7, 0, 2, 8'lik say sistemində. Yoxlayırsınız ki, 7, 0, 2, bəli, hər biri 8'lik say sistemində var. Sonra başlayırsınız simvol sayını tapmağa. 1, 2 və 3. 3 simvoldur. Hər simvol yaddaşda 3 bit yer tutmaqla ümumilikdə verilmiş ədədimiz yaddaşda 9 bit yer tutacaq. Başqa bir misala baxıram. 1, 4, 6, 3 verilib 8'likdə. Yenə bu ədədlərin hər biri 8'lik say sistemində olduğu üçün simvolların sayını tapıram. Oldu 4 dənə. 4 simvol. Hər simvol yaddaşda 3 bit yer tutmaqla oldu 12 bit yer tutulmuş olur. Davam edirik növbəti 16'lıq say sistemi ilə. 16'lıq say sistemində neçə dənə rəqəm var? 16 dənə.
Baxın, orada 9-dan sonrakılar hərflərlə işarə olunsa da, onlar hərfdir, digərləri rəqəmdir deyə düşünməyin. Orada olanların hər biri 16-lıq say sisteminin rəqəmi olaraq adlanır. İstər hərfi, istər rəqəmi. Çünki artıq siz orada 10 yaza bilmirsiniz, onun əvəzinə A yazırsınız deyə, bu onun rəqəmi olacaq. Və həmin ədədi də A, B, C, D-lərlə düzəltdiyiniz üçün bilirsiniz ki, ədədlər də rəqəmlərdən düzəldilir. Ümumilikdə 0-dan başlayır, son F-ə qədər, F özü də daxil olmaqla 16 rəqəm var. Bəs 16-lıq say sisteminin ən böyük ədədi desə, əsasdan 1 çıxmalısınız. 16-dan 1 çıxırsınız, 15 eləyir, amma 15 yoxdur 16-lıqda. 15-in 16-lıqda qarşılığı F-dir. 16-lıq say sisteminin ən böyük rəqəmi F olacaq. İndi 16-lıq say sistemi deyirsə 16 ədəd var, 16 rəqəm var və 16-nı da 2-nin qüvvəti formasına yazdıqda olacaq 2 üstü 4. Qüvvətdə olanın vahidi bitdirsə, deməli bir simvol yaddaşda 4 bit yer tutmuş oldu. Misal üçün yazırıq bura A, 3, 2. 16-lıqda. Doğrudur da A, 3, 2 16-lıq say sistemində var bunların hər biri. İndi sayaq görək neçə simvoldur? 1, 2, 3. 3 simvol. Hər simvol yaddaşda 4 bit yer tutmaqla ümumi verilmiş ədədin həcmi olacaq 12 bit. Baxın, A-nı götürüb A 10-dur deyə 2 simvol kimi düşünməyin. 1, 0, qəti formada. Sizə verilən saylar, verilən ədədiniz necədirsə, o formada görməlisiniz. Çünki A-nın 16-lıqda elə özü A-dır. 10 ədədi onun 10-luqda qarşılığıdır. Buna görə onu digər formaya çevirməyə ehtiyac yoxdur. Başqa bir misal 1, 0, S, 3, D. Bu S-dir. S3D 16-lıqda verilir. Hər birini yoxlayıram. Məsələn, H versə sizə, H artıq 16-lıqda yoxdur deyə bu ədəd doğru olmamış olacaq. Simvolların sayını tapıram. 1, 2, 3, 4 və 5. 5 simvol. Hər simvol yaddaşda 4 bit yer tutmaqla ümumi həcm oldu 20 bit. Bəzən sizə verilən qiymətlər elə formada olar ki, onları bayta çevirmək mümkün olar. Yəni, cavab variantlarında baytla da görə bilərsiniz. Bu 12 bit, 20 bit formasındakılar olmur adətən. Tam bölünə biləcəkləri baytla göstərirlər. Kəsirli formaya və yaxud, məsələn, tam onda 5 ilə ola bilər. Amma daha fərqli kəsirlər istifadə olunmur. Sonuncu say sistemi 10-luq say sisteminə diqqət edirik. Çünki 10-luq say sistemi digərlərindən fərqlidir. 2, 8 və 16-lığın qaydası eynidir. 2-nin qüvvətində olan ədəd onların bir simvolun yaddaşda tutduğu ədəd olmuş olacaq. 10-luq say sistemində isə qaydanı özümüz çıxaraq. Hər hansı bir misal üzərindən baxıram. Məsələn, verilir 40 ədədi. 40 10-luqdadır. Bunu götürüb artıq 2-nin qüvvəti kimi yaza bilməzsiniz axı. 42-nin neçənci dərəcədən qüvvətidir. Buna görə də nə edirsiniz? 40 hansı 2-nin qüvvətləri arasında yerləşir? 32 ilə 64 arasında yerləşir. Düzdür? Baxın, 32 2-nin 5-ci dərəcədən qüvvətidir, 64 2-nin 6-cı dərəcədən qüvvətidir. Bu ikisinin arasında yerləşir. Lakin 32-nin içərisində 40 yoxdur axı. 40 32-dən sonra başlayır. Hansının içərisində 40 var? 64-ün içərisində. Yəni, yerləşən 2 dənə qüvvət götürürsünüz, ən böyüyü onun yaddaşda tutduğu yer olacaq. Amma siz zamanla əl vərdişi yarandıqdan sonra artıq 2 dənə arada olana ədədə ehtiyac olmur. Elə verilmiş ədəddən sonra gələn 2-nin qüvvəti götürməyiniz kifayət eləyir. Bu dediklərin hər birini misal üzərində qeyd eləyəcəm, ona görə narahat olmayın. Hələ ki, birinci bu isbatlı, lap əvvəldən necə yaranır, ona görə danışıram. 40 ədədi 32 ilə 64 arasında yerləşir. Lakin 32-nin tərkibində olmadığına görə 64-ün içərisində var. Onu götürməliyik. 64 də 2-nin neçənci dərəcədən qüvvətidir? 6-cı dərəcədən. Və demişdik, qüvvətdə olanın vahidi bitdir. Avtomatik 40 ədədi yaddaşda nə qədər yer tutdu? 6 bit. Götürüb 40-da 2 simvol var. Vurum 6-ya eləmirsiniz qəti formada. Həmin ədəd birbaşa elə 6 bit yaddaşda yer tutur. Başqa bir misal yazıram. Məsələn, 103. 103 ədədi 64 ilə 128 arasında yerləşir. 64 2 üstü 6-dır, 128 2 üstü 7-dir. Lakin 64-ün içərisində yoxdur 103, amma 128-in içərisində var.
Buna görə də onu işarə elədim. 7-dirsə bunun vahidi bitdir. Deməli 103 ədədi yaddaşda nə qədər yer tutdu? Birbaşa elə 7 bit. Həmin o qüvvətdə olan yaddaşda tutduğu yer olmuş olacaq. İndi biraz professional formada artıq bilirsiniz bu qaydanı, biraz sürətləndirməyə çalışaq. Məsələn, yazıram 200 ədədi. Artıq 200 ədədini 2 dənə ən yaxın 2-nin qüvvəti götürməyinizə ehtiyac yoxdur. Yəni, əvvəl önəmli olmur onsuz da. Zaten ondan istifadə eləmirsiniz. Ona görə 200-dən sonra gələn, ona ən yaxın olan 2-nin qüvvəti hansıdır? 256. 256-dan əvvəl 128 gəlir. 128 bura daxil deyil də onsuz da. 200-dən sonra gələn və 200-ə ən yaxın olan 2-nin qüvvətini götürürsünüz. 256-dır. Bu da 208 bit deməkdir. Deməli 200 ədədi yaddaşda nə qədər yer tutacaq? 8 bit. Ədədinizdəki simvol sayının neçə olmasından asılı olmayaraq, qüvvətdə yazılmış ədəd həmin ədədin yaddaşda tutduğu yer sayılır. Son olaraq bir dənə də misal baxıram. Məsələn, 2003 ədədi. 2003-dən sonra gələn və ona ən yaxın olan 2-nin qüvvəti 2048-dir. 2048 də 211 bitdir. Baxın, 2003-də 4 dənə də simvol olsun, heç bir önəmi yoxdur. Yaddaşda o bir yerdə 11 bit yer tutacaq. Yazıram 2003 ədədi nə qədər yer tutdu? 11 bit. Beləliklə, bütün say sistemlərinin hər bir qaydasından danışdıq. Biraz fərqli olanı onluq idi. Düşünürəm ki, bunun da üzərində çox misallar verdim. Artıq aydın oldu. Nəsə suallarınız olarsa da mütləq olaraq qeyd etməyi unutmayın. Videomuz bu qədər. Növbəti videolarda görüşənədək.